Əməkdaşlarınızı heç vaxt tərifləməyin. Heç vaxt. Zarafat edirəm. Amma bizim rəhbərlərin böyük hissəsi bu fikrində yaşayır, özü də bilmədən. Balkan Consulting Group olaraq Azərbaycanda onlarla özəl və dövlət təşkilatlarında sorğu keçirdik. Nəticə, rəhbərlərin davranışında ən aşağı göstərici tərif, həvəsləndirmə, müsbət rəy vermə. Bu mental bir problemdir. Biz tərifli zəiflik əlaməti kimi görürük və ya tərifləsəm özündən çox razı ola bilər, onsuz da əmək haqqı alır, tərifə nə ehtiyac var? Bu düşüncə tərzi əməkdaşa belə bir mesaj göndərir ki, sən görünmürsən. Görünməyən adam isə iki şeydən birini edir. Ya minimum səylə işləyir, çünki onsuz da fərq etmir, ya da daha yaxşı görünə biləcəyi yerə gedir. Müsbət rəy xərc tələb etmir, vaxt da çox almır. Bu işi yaxşı gördüm. 3 söz. Bu hesabatı çox gözəl hazırlamışdın. Cəmi 5 söz. Sənin bu işə yanaşman komandaya nümunədir. 6 söz. Bu cümlələr əməkdaşların həftəsini dəyişir, bəzən karyerasını. Rəhbərsənsə, elə bugün bir əməkdaşını tərif et. Konkret, səmimi, üz-üzə. Əməkdaşsansa, bu videonu rəhbərinə göndər. Bəlkə işə yarayar.